Salam əziz abituriyentlər. Dördbucaqlılar mövzusunun ikinci bölməsinin suallarını izah edəcəm. Parallelogram və onun xassələri. Deməli, birinci sualda nə deyir? Tərəfləri 5 və 4 olarsa, paralelogramın perimetrini soruşur. Paralelogramın perimetri bu şəkildə tapılır. Bilirik ki, yəni bura 5-dir, bura 4-dür. Onda perimetr bizə verəcək 2 vurulsun. 4 üstə gəlir 5. Bu da bizə verəcək 18. Birinci sualda cavab 18-dir. B variantıdır. İkinci sual yenə eyni sualdır. Üçüncü suala baxaq. Deyir ki, A bucağı 2x-dir. B bucağı 3x-dir. Bu bir tərəfinə bitişik bucaqların cəmi həmişə 180 dərəcədir. Yəni 5x 180 dərəcədir. Burada x olur 36 dərəcə. Onda bucaq A bərabər olacaq 2 vurulsun 36. O da bərabər olacaq 72 dərəcə. Yəni cavabı da nə olacaq? D variantı olacaq. Bizə C bucağını soruşur. C bucağı da elə A bucağına bərabərdir. Çünki qarşı bucaqlar həmişə bir-birinə bərabər olur. O da 72 dərəcədir. Dördüncü sualda deyir ki, paralelogramın yenə bir tərəfinə bitişik bucaqlar verib, A bucağı və B bucağı verib. Onların cəmi yenə 180 dərəcədir. Yəni 6x 180 dərəcədirsə, x burada 30 dərəcə olacaq. Onda A bucağı, bucaq A bərabər olacaq 2 vurulsun 30. O da bizə verəcək 60 dərəcə. A bucağı 60 dərəcədirsə, D bucağı 120 dərəcə olmalıdır. Çünki bunların cəmi bizə həmişə nə verəcək? 180 dərəcə verməlidir. 5-ci sualda elə eyni formada həll olunur. 5K-dır. Bir tərəfinə bitişik bucaqların nisbəti 5-7-dir. Yəni 5K üstə gəl 7K 180 dərəcəyə bərabərdir. Bir tərəfinə bitişik bucaqların cəmi 180-dir. Onda 12K 180 dərəcədirsə, K burada 15 dərəcə olur. Onda bucaqlar olacaq 5 vur 15 75 dərəcə. 7 vur 15 105 dərəcə. Yəni iti bucaqlar olacaq burada. Bax bu şəkildə olacaq parallelogram. Bura 75 dərəcə. Onda burada 75 dərəcə. Bura 105 dərəcə. Onda eyni qayda burada 105 dərəcə. Onda cavabı da C variantı olacaq. 75 105 75 105. 6-cı suala baxaq. 6-cı sualda bizə nə deyir? Deyir ki, paralelogramda burada deməli bura x deyirəm, bura y deyirəm. X ilə y-in fərqini 24 verib. X ilə y-in cəmi bir tərəfinə bitişik bucaqların cəmi 180 dərəcə olmalıdır. Onda tərəf-tərəfə toplasaq 2x bərabərdir 204. X 102-yə bərabər olacaq. X-i tapdım 102, onda y olacaq. Y tapmaq üçün 102-dən 180-dan 102-ni çıxıram. Y olacaq 78 dərəcə. Cavab A variantı olacaq. Bu sualda nə deyir? 9-cu sualda, 8-ci sual eyni sualda. 9-cu sualda deyir ki, bərabər yanlı üç bucağın yan tərəfi A-ya bərabərdir. Biz burada bir bərabər yanlı üç bucaq çəkək. Yan tərəfi A-ya bərabərdir. Bərabər yanlı, yəni bura alfadırsa, burada alfa olacaq. Eyni qaydada bu biri yan tərəfdə A-ya bərabər olacaq. Deyir ki, bu üç bucağın oturacağı üzərində götürülmüş nöqtədən yan tərəflərə paralel düz xətt çəkilib. Oturacağı üzərində hər hansı bir nöqtə götürülüb. Bu nöqtə bu tərəfə paralel xətt çəkilib. Bir də belə bir paralel xətt çəkilib. Burada bir paralelogram alınıb. Bu paralelogramın perimetrini soruşur. Yəni, məsələn, paralel işarə edirəm, bura M-dir. Bura N, bura K deyək, bura A, B, S. Bizə nəyin perimetrini soruşur? M, N, K, B-nin perimetrini soruşur. İndi mən burada nə edəcəm? Əgər bura alfadırsa, eyni qayda ilə burada alfadır. Çünki bu M-in A, B-yə paraleldir. Onda bu bucaqla bu bucaq uyğun bucaqlar sayılır. Onlar da bir-birinə bərabər olacaq. İndi mən bura x deyirəmsə, bu tərəf burada x olacaq. Eyni qayda burada x olacaq. Çünki N, K, S üç bucağı bərabər yanlı üç bucaqdır. Onda əgər B, S, X, K, S x-dirsə, onda BK A minus x olacaq. Eyni qayda burada A minus x olacaq.
onda perimetr MNK bərabər olacaq. 2 vur olsa belə yazaq da. 2 vur olsun. X üstəgəl A minus X. X'lər islah olunur. Cavab burada 2A olacaq. D variantı olacaq cavab. Aha. 10-cu sualda nədir? Bu sual qəşəng sualdır. Diqqətlə qulaq asaq. Deməli, burada deyir ki, A bucağı, bu bucaq BAU bucağı, DAU, yəni AUD bucağı 60 dərəcədir və bura 60 dərəcədirsə, eyni qayda burada 60 dərəcə olacaq. Çünki bunlar eyni bucaqlardır, uyğun bucaqlardır. Bizə deyir ki, AB CD-yə bərabərdir, o da 1-ə bərabərdir. AB 1-dir, onda EC də 1-dir. Eyni qayda ilə DC də 1-dir. Belə çıxır ki, bu qırmızı ilə çəkdiyim xətt bunlar bir-birinə bərabər olacaq. Yəni, bura 60 dərəcədirsə, onda bu yuxarıdakı bucaqda 60 dərəcə olacaq. Üç bucaq burada qıraqda çəkirəm, daha aydın olsun. Üç bucaq qıraqda bu şəkildə çəkirəm. Diqqətlə baxın. Bu şəkildə bir üç bucaqdır. Bura 60 dərəcədir. Bura 1-dir. Eyni qayda burada 1-dir. Çünki AB 1-dir. AB EC-yə bərabərdir. Əgər AB 1-dirsə, deməli EC də 1-ə bərabərdir. Onda bu üç bucaq oldu bərabər tərəfli üç bucaq. Bura E deyirəm. Bura C, burada B. Yəni ECD üç bucağı bərabər tərəfli üç bucaq oldu. Bura 1-dirsə, burada 1-dir. Eyni qayda burada 1 olacaq. Perimetrini soruşur. Perimetr də 3-ə bərabər olacaq. 11-ci sualda deyir ki, ABCD paralelogramın B təpəsindən AD tərəfə çəkilmiş hündürlük bu tərəfi yarıya bölür. Deməli, paralelogram çəkirəm bura. Bura A, bura B, bura C, bura D. B təpəsindən AD tərəfinə çəkilən hündürlük bu tərəfi yarıya bölür. AB 5-ə bərabərdir. B ilə D-ni birləşdirirəm. Onda A, B, D üç bucağı olur bərabər yanlı üç bucaq. Nəyə görə? Çünki bura hündürlük həm də mediandır. Əgər AB 5-dirsə, AD də 5-dir. Perimetr ABD-ni 18 verib bizə. Onda mən AD-ni tapmaq üçün eləməliyəm. AD bərabərdir. Perimetr ABD çıxılsın AB üstəgəl ABD. Yəni, perimetrdən yan tərəflərin cəmini çıxıram. 18-dən çıxıram 10-u. O da bərabərdir 8. Cavab olacaq B variantı. 12-ci sualda deyir ki, perimetri 44 cm olan paralelogram diagonalları ilə 4 üçbucağa bölünüb. Bir dənə paralelogram çəkirəm bura. Bura deyirəm A, bura deyirəm B, bura deyirəm C, bura deyirəm D. 4 üçbucağa bölünüb. Diagonalları çəkirəm. İki qonşu üçbucaq. Qonşu üçbucaqlar burada hansılardır? Məsələn, burada qeyd edirəm. Məsəl üçün, A, B, D üçbucağı, üçbucaq ABD və ABD yox, ABO. ABO və BOC. Bunlar qonşu üçbucaqlardır. Üçbucaq BOC. İndi fikir verək bura. Bilir ki, paralelogramın qarşı tərəfləri bərabərdir. Yəni, mən bura A tərəfi deyirəmsə, burada A olacaq. Bura B deyirəmsə, burada B olacaq. Həm də bilirik ki, paralelogramın xassələrindən paralelogramın diagonalları kəsişmə nöqtəsində yarıya bölünür. Yəni, mən bura X deyirəmsə, burada X-dir. Y deyirəmsə, burada Y-dir. Onda qonşu üçbucaqların fərqi 6 cm-ə bərabərdir. O qonşu üçbucaqlar hansılardır? A, B, O-dur. Yazıram ki, A üstəgəl X üstəgəl Y çıx B üstəgəl X üstəgəl Y. Bunların fərqi 6-dır. Onda A ilə B-nin fərqini 6 aldım. Mötərizənin açısında X, Y-lər istisna olunur. Həm də perimetri 44 verib. Yəni 2A ilə 2B-nin cəmini bizə 44 veribsə, onda A ilə B-nin cəmi 22 olacaq. Onda A üstəgəl B isə 22 olacaq. Buradan alırıq ki,
2A bərabər 28'dir. A bərabər 14'dür. Əgər A 14 ise deməli B 8'e bərabərdir. Buna görə cavab burada A variantı oldu. 13-cü sualda deyir ki, paralelogramın perimetri 14 cm olan paralelogramın xarici oblastında olmaqla onun tərəfləri üzərində qurulmuş romların perimetrləri cəmi. Məsələn, bir dənə paralelogram çəkirəm bura. Buranı başa düşdükdə buranı silirəm. Bura bir paralelogram çəkirəm. Diqqətlə baxaq bura. Belə paralelogram. Bunun tərəfləri üzərində romblar qurulub. Baxın. Bu tərəf üzərində bir dənə romb qurulub. Bu tərəf üzərində bir dənə romb qurulub. Bu tərəf üzərində bir romb qurulub. Bir də bu tərəf üzərində bir romb qurulub. Aydındır, bax, bir romblar qurulub. İndi fikir verin, bu rombların perimetrləri cəmi. Bax, bura A-dır, onda burada A-dır. Bura B-dir, onda burada B-dir. Onda yazıram ki, perimetri 14'dür. Yəni, 2A üstə gəl 2B 14'ə bərabərdir. Onda A üstə gəl B 7'dir. Əgər bura A-dırsa, onda bura 4A-dır. Eyni qayda ilə burada 4A-dır. Bura B-dirsə, onda bura 4B-dir. Eyni qayda burada 4B-dir. Onda perimetrləri cəmi 8A üstə gəl 8B. 8-dən ötəridə xaricinə çıxarsam, burada A üstə gəl B olur. A üstə gəl B-nin yerinə 7 yazıram. 8'i vururam 7'yə, o da mənə verəcək 56 verəcək. Yəni cavab burada nə olacaq? D variantı olacaq. On dördüncü sual. Yəni bu tərəf adasa romların perimetri, bu rombun perimetri 4A'dır, bu rombun perimetri 4A'dır. Bunun tərəfi B-dirsə, rombun perimetri 4B-dir, burada da 4B-dir. Əssalam, burada 8'i ötərcə xaricinə çıxartdım. A üstə gəlib B, 8'ə 7'yə vurdum, 56 oldu. 14-cü sual. Deyir ki, diagonallardan biri 7 cm olan ABCD 4 bucaqlısının tərəflərin orta nöqtələrini ardıcıl birləşdirməklə alınan 4 bucağının perimetri 12 olarsa. Deməli, hər hansı ixtiyari bir 4 bucağı çəkirəm bura. Belə bir 4 bucaqlı. İxtiyari bir 4 bucağı çəkirəm. Baxın, bura deyirəm A tərəfi. B, C, D. A, B, C, D 4 bucağı çəkdim. Nə deyir bizə? Tərəflərin deyir orta nöqtələrini birləşdirmək. Bu tərəfin orta nöqtəsi, bu tərəfin orta nöqtəsi. Tərəflərin orta nöqtələrini birləşdirməklə bir 4 bucaqlı alıram. Fikir verin. Bu 4 bucaqlının perimetri 12 cm olarsa, bura deyirəm M, bura deyirəm N, bura deyirəm K, bura deyirəm L. Bu 4 bucaqlının perimetri 12 cm olarsa, ABCD'nin digər diagonalların uzunluğunu tapın. Deməli, bir dənə diagonal uzunluğu 7 verib. Tutalım ki, AC-ni bizə verib 7. AC-ni 7 veribsə, onda bura 3,5'dir, burada 3,5'dir. Nəyə görə elə olur? Çünki M-in ABC'nin orta xəttidir. Eyni qayda ilə KL ADC-nin orta xəttidir. Deməli, bu tərəfdə 3,5'dir, bu tərəfdə 3,5'dir. Onların cəmi olur 7. Eyni qayda ilə N ilə MK isə N ilə MK-nın cəmi digər diagonalla bərabər olacaq. Məsələn, mən digər diagonalda çəkirəm bura. Digər diagonal çəksəm. İndi fikir ver. Bu NL də BD-nin yarısıdır. MK da BD-nin yarısıdır. Yəni, mən bura digər diagonalın uzunluğuna X desəm, onda burada X olacaq. Burada X olacaq. Yəni, BD 2X isə NL-də X olacaq. MK da X. Onda yazıram ki, 2X, yəni X üstə gəl X. Perimetr tapıram da. M, N, L, K-nın perimetri tapıram. X üstə gəl X. Üstə gəl 3,5 bölü 3,5 7 bərabərdir 12. Buradan 2X bərabərdir 5'ə. 2X də elə BD-nin uzunluğudur. Mənə BD-nin uzunluğunu soruşur. Bu da 5'ə bərabərdir. Cavab Y variantı olacaq. 15-ci sual. Deyir ki, ABCD paralelogramında A və D bucaqlarının təm bölənlərinin kəsişmə nöqtəsi paralelogramın daxilində yerləşir.
Hər hansı bir paralelloqram çəkirəm bura. Aha. Deməli, deyir ki, AB 12-dir. AB tərəfi 12-dir. AD tərəfi isə 20-yə bərabərdir. Bu təm bölənlərin qarşı tərəf ilə kəsişmə nöqtələri arasındakı məsafəni tapın. Məsələn, mən bu təm böləni çəkirəm belə. Eyni qayda ilə bu bir təm böləni də çəkirəm belə. Bura MN deyirəm. Mənə MN məsafəsini soruşur. Kəsişmə nöqtələri arasındakı məsafə. Və bu məsafəni bizdən soruşur. İndi mən burada nə edəcəm? Diqqətlə baxın. Təm bölən bura diqqətlə baxaq. Təm bölən deyiriksə, bura alfa, burada alfadır. Eyni qayda ilə burada alfadır. Çünki bunlar çarpaz bucaqlardır. Bura beta deyirəmsə, burada betadır. Eyni qayda ilə burada betadır. İndi mən bax, bura deyirəm A. Bura deyirəm X. Bura deyirəm B. Burada qeyd edirəm ki, A üstəgəl X üstəgəl B 20-yə bərabərdir. Çünki B'si 20-dirsə, deməli, A'da 20 isə B'si də 20-dir. Həm də A üstəgəl X burada 12-dir. B üstəgəl X də 12-dir. Nəyə görə? Çünki AB BN-ə bərabərdir. Çünki AB N3 bucağı bərabər yanlı 3 bucaqdır. Görürük də bura alfadırsa, burada alfadır. Eyni qayda ilə MC də DC-yə bərabər olduğuna görə 12-dir. Çünki burada 12 olacaq. Qarşı tərəflər bərabər olmalıdır bir-birinə. Bunlar tərəfləri toplasam, A üstəgəl B üstəgəl 2x bərabər 24'dür. Həm də buradan A üstəgəl B üstəgəl x isə 20'dir. Birinci tənlikdən ikinci tənliyi çıxsam, elə birbaşa x'i burada neçə alıram? 4 alıram. Mənə x lazımdır, x-ə 4'dür. Cavabı D variantı olacaq. 16-cı suala baxaq. 16-cı suala deyək, AC 2AD-yə bərabərdir. Buradan AB isə 2 ilə 3BD-dir. Bunu da belə yazaq. 2AB bərabərdir 3BD yazaq. AC 2AD-yə bərabərdirsə, deməli mən AD-yə x deyirəm, AC olacaq 2x. 2AB 3BD-yə bərabərdirsə, BD-yə deyirəm 2y, AB-yə deyirəm 3y. Onda biz bilirik ki, paralelogramın diaqonalların kvadratları cəmi tərəflərin kvadratları cəminə bərabər olmalıdır. AC-nin kvadratı üstəgəl BD-nin kvadratı bərabərdir 2 vurulsun AB-nin kvadratı üstəgəl AD-nin kvadratına. AC 2x kvadratı olur 4x kvadratı. BD-yə 2y demişəm. Onda olacaq 4y kvadratı. Bərabər olacaq 2 vurulsun AB-nin yerinə 3y kvadratı olur 9y kvadratı üstəgəl x kvadratı. Mötərizəni açıram. 4x kvadratı üstəgəl 4y kvadratı bərabərdir 18y kvadratı üstəgəl 2x kvadratı. 2x kvadratından bu bir tərəfə 2x kvadratı bərabər olacaq 14y kvadratına. Buradan isə deməli nə alınacaq? X kvadratı bərabərdir 7y kvadratına. Buradan alınır x bərabərdir kök altında 7y. Bizə nəyi soruşur? AD böl AB-ni soruşur. AD-yə nə demişdik? X demişdik. AB-yə isə 3y demişdik. Burada x-in yerinə, qiyməti yerinə yazsaq, kök altında 7y bölünsün 3y. Onlar da ixtisar gedəcək, kök 7 bölünsün 3 olacaq. Yəni cavab nə olacaq? Da B variantı olacaq. 17-ci sual eyni sualdır. Baxaq 18-ci suala. Deyir ki, tərəfləri 8 və 10 olan paralelogramın kiçik diaqonalı 7,2 cm-dir. Paralelogramın iti bucaqlarının təm bölənlərinin bu diaqonalla kəsişmə nöqtələri arasındakı məsafəni tapın deyir. Paralelogram çəkirik. A, B, C, D. Deməli, BD kiçik diaqonalı. Bunun uzunluğu 7,2-dir. Deyir ki, tərəfləri isə 8, 10-dur. Kiçik diaqonalı 7,2 cm. İti bucaqlarının təm bölənlərinin, bax, bunu təm böləni çəkirəm.
Bu birisini tən böləni çəkirəm. Tən bölənlərinin kəsişmə nöqtələri arasındakı məsafəni tapın. Bura M deyirəm. Burada M deyirəm. İndi M-ni məndən soruşur. İndi mən nə edəcəm burada? Diqqətlə baxaq. Diagonal 7,2-dir. Bir ki, bura alfa, burada alfadır. Eyni qayda burada alfa, burada alfa olacaq. Bura x deyirəm. Bura x isə onda buradan bura 7,2 minus x olacaq. Onda tən bölənin xassəsinə görə 8 bölü x bərabərdir 10 bölünsün 7,2 minus x. Çarpazlasaq 10x bərabərdir. Deməli 7,2-ni vururam 6 bir yadda 56 57 57,6 minus 8x. Onda buradan alınır ki 18x bərabərdir 57,6. Buradan x ilə bərabər olacaq. Məncə 3,2 olacaq. 3,2. 3,2 olacaq bura. 57,6 18-ə böləndə neçə olur? Deməli 56-nı bölsək 54-ü bölsək 18-ə 3. Orada qalır 3,6. Düzdür. 3,2 olacaq. Deməli x-i tapdım 3,2. Bura 3,2-dirsə, onda avtomatik burada 3,2 olacaq. 3,2-də 3,2. Bizə M-ni soruşur. 7,2-dən 3,2-ni çıxırıq. M-də 4 olacaq. Cavabda Y variantı olacaq. 19-cu sualı deyir. Bucaq A 60 dərəcədirsə, C bucağı da 60 dərəcədir. AB 12-dirsə, onda DC-də 12 olacaq. BE-ni bura 30 dərəcə olacaq. Onda belə çıxır ki, ES 30 dərəcənin qarşısı bura 6 olacaq. Buranı da 4 verib. Onda bu tərəf 10-a bərabərdir. AD də 10 olacaq. Perimetr bərabər olacaq. 2 vurulsun 10 üstəgəl 12. Deməli 22-ni də 2-yə vuranda 44 olacaq. Yəni cavab burada 44 olacaq. 20-ci sualda yenə eyni sualdır. Bura alfadırsa, onda burada alfadır. Perimetr ABN 10-a bərabərdir. ABN'in perimetri 10'dur. Bir də paralelogramın nəyini soruşur? Paralelogramın perimetrini soruşur. ABN'in perimetri 10'dur. Bura mən A deyirəmsə, burada A olacaq. Bura B deyirəmsə, burada B olacaq. Onda burada X olacaq. Onda bura B plus X olacaq. Onda yazıram ki, A üstəgəl B üstəgəl X bizə nə verəcək? 10 verəcək. Bizə nəyi soruşur? 2A üstəgəl 2 vurulsun B plus X. Yəni 2B üstəgəl 2X. Buradan da mən 2-ni mütərədə xaricinə çıxardığımda A üstəgəl B üstəgəl X. Burada mən nə verəcək? 20 verəcək. Yəni perimetr olacaq 20. 22-ci sual yenə eyni sualdır. 23-cü suala baxaq. ABCD paralelogramında AC diagonalının uzunluğu 10 olub, AD tərəfi ilə 30 dərəcəli bucaq əmələ gətirir. A, B, C, D. AC diagonalının uzunluğu 10 olub, AD tərəfi ilə 30 dərəcəli bucaq əmələ gətirir. Deyir ki, B təpəsindən AD-yə qədər olan məsafəni tapın. Deməli, bura 30 dərəcədir. Deyir ki, B təpəsindən AC diagonalının uzunluğu 10'dur. Bir də deyir ki, B təpəsindən AD diagonala qədər məsafəni tapın. Bu məlum məsələdir. Bunu necə həll edəcəm? Bunu uzadıram belə. Buradan bu hündürlüyü endirirəm. 30 dərəcə, bura bir K deyirəm. 30 dərəcənin qarşısı AC-nin yarısıdır. AC də burada 5'dir. Əgər SK artıq SK 5'ə bərabərdirsə, mən B-dən AD-yə hündürlük çəksəm, tutalım ki, BM hündürlüyü deyirsəm, SK 5 isə BM də 5'ə bərabər olacaq. Yəni cavab burada 5 olacaq. 24-cü sual ilə eyni sualdır. 25-ci suala baxaq.
BAD 30 dərəcədir. Eyni qayda ilə burada 30 dərəcə olacaq. Bizə deyir ki, MBN, bu bucağı soruşur da, bu məlum məsələdir. Yəni 30 dərəcədirsə, bucaq ABC olacaq 150 dərəcə və yaxud da bu bucaq 150 dərəcə olacaq. Bura 30 dərəcədirsə, burada 60 dərəcədir. Eyni qayda burada 60 dərəcə olacaq. 150-dən 120 dərəcə çıxsaq, burada mənə nə verəcək? 30 dərəcə verəcək. Yəni cavab burada 30 dərəcə olacaq. 26-cı sual eyni tip sualdır. Keçək 27-ci suala. 27-ci sualda nə deyir bizə? SN ND-yə bərabərdir. Yəni buraya bərabərdir. Eyni qayda burada buraya bərabər olacaq. Onda CO və BN medianlardır. Medianlar da kəsişmə nöqtəsində 2/1 nisbətində bölünür. Deməli, MC-ni 6 veribsə, MO 3 olacaq. Onda OC olur 9. OC 9-dursa, AO da olur 9. AC isə olur, nəyə bərabər olur? 18-ə bərabər olur. 28-ci suala baxaq. OM-i verib 6. Buranı 6 veribsə, yenə 2/1 nisbətinə görə bura 12 olacaq. Çünki burada orta nöqtədir. N də orta nöqtədir. O da orta nöqtə olduğuna görə CO ilə BN medianlardır. Onda OC 18 isə AO da 18 olacaq. AC-nin cəmi olacaq 36. 29-cu suala baxaq. AB bərabərdir 6 AK-dır. Mən AK-ya X desəm, AB 6X olacaq. Bura 6X-dir. AK X-dir. Sonra deyir ki, bura tənböləndir. Bura tənböləndirsə, tənbölənin xassəsinə görə, əgər bura 6X X-dirsə, burada 6Y olması lazımdır. Perimetr ABD. ABD-nin perimetri. Perimetr ABD bərabər olacaq 7X üstə gəl 7Y-ə. Buradan da 7-ni mütəridə xaricinə çıxardıram. X plus Y olacaq. Bizə nə soruşur? Deməli, 7X plus Y də bərabər olacaq 42-yə. Onda X üstə gəl Y bərabər olacaq 6-yə. Bizə AD-ni soruşur. Deməli, 6. Eyni qaydada BC-də nə olacaq? 6 olacaq. 30-cu suala baxaq. Bizə deyir ki, eyni sualda yazaqda bunda. ABD 7K-dir. Bura X isə, bura 7X-dir. Onda belə tənbölənin xassəsinə görə, çünki bu tənböləndir. Bura 7Y, burada Y olacaq. Bizə deyir ki, BC 6-dır. Onda AD-də 6-dır. Yəni, X üstə gəl Y 6-ya bərabərdir. Perimetr ABD-ni soruşur. Perimetr ABD bərabər olacaq 8X üstə gəl 8Y. Burada 8-i mütəridə xaricinə çıxarsaq X plus Y olacaq. Bunun yenə 6 yazsaq olacaq 48. Yəni, perimetr olacaq 48. 31-ci sualda deyir ki, ABCD paralelogramının A və D bucaqlarının tənbölənləri BC tərəfi üzərində M nöqtəsində kəsişir. A, B, C, D. A və D bucaqlarının tənbölənləri BC tərəfi üzərində M nöqtəsində kəsişir. M nöqtəsində kəsişir. Bizə deyir ki, M təpəsindən çəkilən median AMD üçbucağının M təpəsindən çəkilən medianı 6,5 olarsa, bu median 6,5 olarsa deyir, perimetrini tapın. Aha. İndi mən burada nə edirəm? Diqqətlə baxaq. Bura alfadırsa, burada alfadır. Bura betadırsa, burada betadır. Avtomatik bu bucaq 90 dərəcədir. Avtomatik bu bucaq 90 dərəcə olacaq. Nəyə görə olur? Çünki 2 alfa ilə 2 betanın cəmi 180-dirsə, alfa ilə betanın cəmi 90 dərəcə olacaq. Yəni, bu ikisinin cəmi 90-dırsa, deməli, bu bucaq 90 olacaq. İndi, düzbucaqlı üçbucağın medianı hipotenuzun yarısıdır.
Yəni bura 6,5-dirsə, onda bu tərəf olacaq 13. Bu tərəf 13-dür. Əgər bura 6,5-dirsə, onda AB tərəfi də 6,5-dir. Eyni qayda ilə burada 6,5-dir. Onda perimetr bərabər olacaq. 2 vurulsun. 6,5 6,5 eləyir 13. 39 olacaq burada perimetr. Yəni AD 13-dürsə, BC də 13-dür. Bura 6,5-dirsə, burada 6,5-dir. Onda perimetr nə qədər olacaq? 39 olacaq. Sonra 32 də eyni sualdır. 33-ə baxaq. Deyir ki, BF 4-dür. AF 6-dır. Onda belə çıxır ki, bura 10 olacaq. Deyir ki, D bucağının tən böləni. Yəni bura alfa, bura alfadırsa, burada alfadır. Belə çıxır ki, EC də 10 olacaq. Çünki bərabər yanlı 3 bucaq yaranır orada. Bizə deyir ki, paralelogram perimetrini tapın. Paralelogram perimetrini tapmaq üçün bizə mənə burada B məsafəsi qalıb, onu tapmaq lazımdır. İndi onu da tapacağım mən. Fikir verək bura. Deməli, bura. Bir də şəkili böyüdə qoy, yaxşı görsənsin. Bura 90 çıx alfa olacaq da. Bura 90 çıx alfa olacaq. Bu yuxarıdakı bucaq 2 alfa olacaq. 2 alfa olacaq. Onda cəmin 180 olması üçün burada 90 minus alfa olacaq. Çünki bura 2 alfadırsa B bucağı da 2 alfadır. Onda belə görürəm ki, B, FY 3 bucağı bərabər yanlı 3 bucaqdır. Deməli burada 4-dür. Onda BC 14-dürsə, AD də 14 olacaq. Perimetr bərabər olacaq. 2 vurulsun. 14 üstə gəl 10. Bu da bizə verəcək 24 eləyəcək 48. Yəni cavab 48 olacaq. 34-cü sualda deyir ki, alfa və beta bucaqları üçün uyğunluğu müəyyən edin. Bilirik ki, alfa ilə beta bir tərəfə bitişik bucaqlardır. Onların cəmi həmişə 180 dərəcə olmalıdır. 180 dərəcədir. Onda alfanı 30 veribsə, beta olacaq 150. 1-ə uyğundur D. İkincidə alfa 40 dərəcədirsə, beta olacaq 140. İkinciyə olacaq A. Alfa 50 dərəcə, beta olacaq 130. Üçüncüyə aid C. Olur D, A, C. Beşinci suala baxaq. Perimetri 90 olan ABCD 4 bucaqlısında paralelogramında BAD bucağının tən böləni BC tərəfini B nöqtəsindən başlayaraq 2/5 nisbətində bölür. Paralelogramın kiçik tərəfini tapın. Deməli, nə verir bizə? Bura A, bura B, bura C, burada D. ABCD paralelogramında BAD bucağının tən böləni BC tərəfini B nöqtəsindən başlayaraq BC tərəfini B nöqtəsindən başlayaraq bunu belə çəkək. Belə bir şeydir. Bura alfadır. Onda belə ki, burada alfadır. Burada bir M deyirəm. Deməli, bura olacaq 2K. Bura olacaq 5K. Eyni qayda ilə bura 2K-dırsa, onda AB də 2K olacaq. Çünki AB, M 3 bucaq bərabər yanlı 3 bucaqdır. Onda belə çıxır ki, burada 2K olacaq. Onda bura 10K olacaq. 7K olacaq. Neçə K oldu perimetr? Deməli, 14, 18K. 18K 90-a bərabərdirsə, K olur 5. Paralelogramın kiçik tərəfini tapın. AB-dir. AB də nəyə bərabər olacaq? Ona bərabər olacaq. 36-cı sual. Kiçik tərəfi. Bu eyni sualdır. 37-yə baxaq. Deyir ki, perimetrləri cəmi 34 olan ABCD və CFM paralelogramında AC və SF diaqonalları bir düz xətt üzərindədir. AF 13-dür. Yəni, mən tutam ki, bura A deyirəm, burada B deyirəm, yazıram, qeyd edirəm ki, burada A ilə B-nin cəmi 13-dür. Bura
x deyirəm, onda burada x olacaq. Bura y deyirəmsə, onda burada y olacaq. Bura z deyirəmsə, onda burada z olacaq. Nə bilim, bura d deyirəmsə, burada d olacaq. Onda perimetrlər cəmi, yəni 2x üstəgəl 2y üstəgəl 2z üstəgəl 2d-nin cəmi 34-dür. Onda x üstəgəl y üstəgəl z üstəgəl d isə olur 17. Bizə nəyi soruşur? A, B, C və bunların perimetrlər cəmini soruşur. Bunların perimetrlər cəmini tapmaq üçün x deməli bunların perimetrlər cəmi nə oldu? Onu da qeyd edirəm burada. X üstəgəl y üstəgəl a üstəgəl z plus d plus b. Bunları bu cəm mənə lazımdır. Onda x plus y plus z plus d cəmi 17-dir. A ilə b cəmi isə 13-dür. 17-nin üzrə 13 gələcək, o da 30 bizə verəcək. Yəni cavab burada 30 olacaq. 38-ci suala baxaq. Bizə deyir ki, EMN 3-dür. EMN 3-dür. BN-in NC-yə nisbəti 3/2-dir. BN 3K-dır. NC də 2K-dır. Bu təm böləndir. Yəni, bura alfadırsa, burada alfadır. Bura betadırsa, burada betadır. Eyni qayda ilə burada alfa olacaq. Onda belə qeyd edirəm ki, burada AB bərabərdir BN olacaq. Əgər BN 3K plus 3-dürsə, deməli, yan tərəfdə 3K plus 3 olacaq. Eyni qayda ilə MN də bərabər yanlı 3-dür. Burada isə 3 plus 2K olacaq. Elə olmadı, bir dəqiqə. ABCD paralelogramında AN və DM uyğun olaraq A və D bucaqlarının təm bölənləridir. BN böl NC 3/2-dir. MN 3-dür. Onda bura 3K dedim, bura 2K dedim. Bura olacaq 3K plus 3. Burada olacaq 3K plus 3. Bu tərəfdə 3K plus 3 olacaq. Deməli, düzdür dedikdə onu. Bura 3K, bura 2K-dır. AM və DM uyğun olaraq A və D bucaqlarının təm bölənləridir. Burada onda AB BN-ə bərabər olacaq. AB BN 3K plus 3-dürsə, AB də 3K plus 3-dür. AB 3K plus 3-dürsə, eyni qayda DC də 3K plus 3-dür. Çünki bunlar qarşı tərəflər bərabər olmalıdır bir-birinə. Eyni qayda ilə bu MC-də DC-yə bərabər olması lazımdır. Onda burada yazırıq ki, biz 3 üstəgəl 2K bərabərdir 3K plus 3-ə. Buradan alınır ki, 2K bərabər nə olacaq? Kaç sıfır alınırıq burada, bir dəqiqə. Burada səhv oxumuşam buranı. Buranı səhv oxumuşam, ona görə deyirəm, bunu niyə belə alınır. Deməli, bizə deyib BN-in NC-yə nisbəti 3/2-dir. BN. Bura 3K-dır, bura 2K-dır. BN 3K-dırsa, deməli, AB də 3K-dır. Eyni qayda ilə DC də 3K-dır. AD isə olur 5K. MN-i 3 veribsə bizə, MN-i 3 veribsə, onda BM olacaq 3K çıx 3. BM 3K çıx 3 olacaq. Onda buradan MC DC-yə bərabər olmalıdır. Nəyə görə bərabər oldu? Bura betadırsa, burada betadır. Eyni qayda bu bucaqda betadır. Ümumiyyətlə, təm bölən həmişə paralelogramdan bərabər yanlı 3 bucaq ayırır. Yəni, buraya bərabərdir. Onda 3K bərabər olmalıdır 2K plus 3-ə. Buradan K da nəyə bərabər olmalıdır? 3-ə bərabər olmalıdır. K-na tapdıq 3. Perimetrini soruşur. Perimetr bərabər olacaq. 2 vurulsun 3K plus 5K. O da bərabər olacaq. Deməli, 16K. K-nı da 3-ə vuranda eləyəcək 48. Cavab olacaq 48. Buraya qədər inşallah bu dərslərin davamı gələcək.
Təşəkkürlər. Çox sağ olun.